Özellikle oturaq həyat tərzi. Buna diqqət etməsi gərəkir müəllimlərimizin. 45 dəqiqəlik dərsdə oturdular və oturaq həyat tərzidir bu və 5-10 dəqiqəlik tənəffüsdə tamamilə oturaraq fəsodlarını yeyirlər, söhbət eləyirlər və ya telefonla oynayırlar və ikinci 45 dəqiqəyə keçirlər. Nəticə etibarilə nə olur? Hərəkət məhdudiyyəti olur və oturaq tərzi sürmüş olurlar. Bu da uşaqlarımızın fiziki və zehni inkişafı üçün zərərli olmuş olur. Özəlliklə məktəb otaqlarında işıqlanmaya diqqət etmək lazımdır və xüsusilə uşaqlarımız kitab oxuduğu zaman, yazı yazdığı zaman oxuduğu və ya yazdığı kitab və ya dəftərlə göz məsafəsi uyğun olmalıdır. Əgər bunlardan normallıq olsa, zəif işıqlanma və ya çox yaxından baxma və ya çox uzaqdan baxma durumu olsa, təbii ki də görmə problemləri ilə də qarşılaşa bilərik.